Hörmətli müəllimlər, bugün yeni bir sualla qarşınızdayıq. Suala keçməmişdən əvvəl qısa dərslərimiz haqqında məlumat verim. Qeyd edim ki, artıq mart qruplarına qeydiyyat başlayıb. Mart qruplarında bizi nələr gözləyir? Niyə bizi seçməlisiniz? Üstünlüklərimiz nədən ibarətdir? Mart qruplarında həftədə 3 dəfə intensiv hazırlıq, hər bir mövzunun canlı izahı, dərsdən sonra mövzunun video dərsi, mövzunun PDF-i, testin PDF-i, o cümlədən həmin mövzunun elektron testi, testin YouTube üzərindən izahı qrupa atılır. Bununla bitmir. Həmin mövzuların video dərsləri, testlərin izahı, sual-cavabı YouTube kanalında yerləşdirilir. 4 mövzudan bir qarışıq sınav təşkil olunur. Hər axşam saat 7-dən 11-ə kimi YouTube üzərindən canlı dərslər təşkil olunur. Artıq imtahanı az vaxt qalmış, yəni son aylarda həftədə ən azı bir dəfə ümumi elektron sınavlar, yəni qarışıq elektron sınavlar təşkil olunur. Sizlər də qısa vaxtda yüksək nəticə əldə etmək istəyirsinizsə, dərslərimizə qoşula bilərsiniz. Dərslərimiz haqqında daha ətraflı, daha geniş məlumat əldə etmək istəyənlər qeyd olunan nömrə ilə 050 855 91 46 nömrəsinə yazıb ətraflı məlumat əldə edə bilər. Bu qədər. Keçək indi isə sualımıza. Həndbola aid bir sualdır. Həndbol idman oyununa aid qeyd olunan mülahizələrdən neçəsi doğrudur? Doğru mülahizələrin sayını soruşur. Gəlin baxaq suallara, variantlarımıza. Birinci mülahizəmiz belədir. 7 metrlik cərimə atışı zamanı qapı tirindən qayıdan topa zərbəni yerinə yetirən oyuncu toxunuş edə bilər. Bəli, bu mülahizəmiz doğrudur. Biz futsalda belə keçmişdik ki, cərimə zərbələri zamanı qapı tirindən və ya qapı dirəyindən geri qayıdan topa zərbəni yerinə yetirən oyuncu təkrar toxuna bilməz. Bu, həndbola aid deyil. Həndbolda isə qapıcıdan və ya qapı tirindən qayıdan topa həmin oyuncu da toxuna bilər. Yəni, istənilən bir oyuncu topa toxunuş edə bilir. 2. Top hakimə toxunursa mübahisəli topla oyun bərpa olunur. Xeyr, bu mülahizəmiz səhvdir. Belə bir anlayış yoxdur. Top hakimə toxunursa oyun qaldığı yerdən davam edir. 3. Bir oyuncu 3 dəfə zaman cəzası alırsa qırmızı kart verilmədən oyundan kənarlaşdırılır. Bəli, oyundan kənarlaşdırılır. Amma qırmızı kart verilərək 3 dəfə zaman cəzası verilir. Qırmızı kart verilir oyuncuya və oyuncu oyundan kənarlaşdırılır. 2 dəqiqədən sonra həmin oyuncunun yerinə ehtiyat oyuncu varsa meydana daxil ola bilir. Ona görə bu mülahizəmizdə deyir ki, səhvdir. Deyir, qırmızı kart verilmədən. 4. Oyuncuya verilən zaman cəzası birinci hissədə başa çatmayıbsa, ikinci hissəyə keçir. Bəli, keçir. Yəni, deyək ki, hissənin sonunda, birinci hissənin sonunda oyuncuya zaman cəzası verilir, bir dəqiqəsi qalır. Növbəti hissədə, yəni oyuncu dərhal oyuna çıxa bilmir. O bir dəqiqə də tamamlandıqdan sonra oyuncu nə olur? Oyuna daxil ola bilir. Yəni, zaman cəzası növbəti hissəyə, hətta uzatmalara belə keçir. Doğrudur. 5. 7 metrli cərimə atışı zamanı atışı yerinə yetirən oyuncunun komanda yoldaşları atışdan əvvəl sərbəst atış xəttindən irəli çıxırsa, rəqibin lehinə sərbəst atış təyin olunur. Necədir qaydamız? Bilirik ki, 7 metrli cərimə atışı zamanı müdafiə olunan komandanın oyuncuları atış xəttindən ən azı 3 metr arxada olmalıdır. Lakin hücum edən, yəni cərimə atışını yerinə yetirən oyuncunun komanda yoldaşları isə sərbəst atış xəttinin arxasında yerləşməlidirlər. Lakin atış anında xəttdən irəli çıxa bilmir.
Çıxsa top alınır verilir rəqib komandaya, yəni müdafiə olan komandaya. Müdafiə olan komanda sərbəst atışla oyuna başlayır. Ona görə bu mülazəmiz də doğrudur. 6. Mərkəzi dairədən oyuna başlarkən oyuncu qaçaraq atışı yerinə yetirə bilər. Bəli, bu mülazəmiz də doğrudur. Əgər handbolda mərkəzdə dairə varsa, bu zaman atışı yerinə yetirən, yəni başlanğıc atışını yerinə yetirən oyuncu dairənin istənilən bir yerindən, dairə daxilində istənilən bir yerdən topu oyuna daxil edə bilir. Bu zaman hətta qaçaraq da atışı yerinə yetirə bilər. Lakin tullanmağa icazə verilmir. Amma qaçaraq yerinə yetirə bilər. Mərkəzdən birbaşa rəqib qapısına vurulan qol da sayılır. Deməli 6 da doğru oldu. Baxaq neçə mülazəmiz doğru oldu? 1, 2, 3, 4. 4 mülazəmiz doğrudur. Cavab D variantı.